Hamıya salamlar dostlar, mən Elnur. Bu videoda sizə Kanadaya gəlməyin yolunu izah edəcəm və həmçinin bu proses zamanı qarşılaşacağınız bəzi nüanslara toxunacağam. Mövzuya başlamadan öncə videoya like atın, kanala abunə olun və dostlarınızla paylaşın ki, mənə daha çox ilham verəsiniz. Kanadaya gəlmək üçün 3 növ viza tipi var. Turist vizası, işçi vizası və nəhayət təhsil vizası. Turist vizası bildiyiniz kimi bütün ölkələrdə aşağı-yuxarı eynidir qaydalar. Sizə müəyyən bir vaxt verilir. Həmin vaxt çərçivəsində siz ölkədə problemsiz şəkildə gəzə bilirsiniz, amma turist kimi və sizə heç bir iş icazəsi verilmir. Turist vizası aldıqdan sonra Kanadaya gəlib müəyyən bir müddət keçdikdən sonra bunu iş vizasına çevirmək mümkündür. Amma bunun üçün yaxşı bir vəkil, vaxt və pul tələb olunur. Ona görə turist vizasına çox da girməyəcəyik. Mənə yazılan rəylər və mesajlara əsasən deyə bilərəm ki, Kanadaya gəlmək istəyən Azərbaycanlıların çoxu təhsil almaq və ümumiyyətlə bura ailələri ilə bir yerdə köçmək istəyən adamlardır. Ona görə onların maraqlarına xitab edən bir video çəkəcəm. İkinci tip vizamız isə iş vizasıdır. İş vizası çətin başa gələn bir viza növüdür. Sizi işlədiyiniz şirkət, fərqi yoxdur, yerli və yaxud da xarici şirkət ola bilər. Həmin şirkət sizi işçi kimi transfer eləməlidir Kanadaya. Bunun üçün də o bütün sənəd işlərini, bütün xərcləri falan öz səlahiyyətinə və məsuliyyətinə götürür və siz vizanı aldıqdan sonra Kanadaya köçə bilirsiniz. Və çox vaxt sizin üçün əldə olunan viza qapalı iş vizası olunur. Qapalı iş vizası o deməkdir ki, siz ancaq sizə təyin olunan, sizin üçün müəyyən olunan vəzifədə işləyə bilirsiniz və şirkətdən çıxa bilmirsiniz. Yəni həmin işdən çıxdığınız anda sizin vizanız keçərsiz olur. Gəldik çatdıq ən son və ən aktual olan viza tipinə. Bu təhsil vizasıdır. Hal-hazırda Kanadaya gəlməyin ən aktual və ən rahat yolu dostlar təhsil vizasıdır. Əgər siz təksinizsə, yəni işləmək kimi bir qayğınız, bir ehtiyacınız olmayacaqsa Kanadada, siz kollec və həmçinin bakalavr təhsili almağa gələ bilərsiniz. Amma sizin iş icazəniz olmayacaq. Amma yox, siz işləmək istəyirsinizsə və hətta ailə üzvlərinizlə bir yerdə gələcəksinizsə, yəni buna daxildir övladlarınız və həyat yoldaşınız. Onlarla bir yerdə gələcəksinizsə və işləmək qayğınız varsa, siz gərək magistr təhsili və yaxud da doktorantura təhsili alasınız. Bu sayədə avtomatik olaraq sizin həyat yoldaşınız və övladlarınız da viza alır və həyat yoldaşınız da müşahidəçi qismində olduğu üçün ona tam iş günü icazəsi verilir. Əsas aplikanta isə yarım iş günü icazəsi verilir. Bu nəzərinizdə olsun. Bəs nə qədər pul lazımdır? 2 nəfər üçün hesabladığım təqribi, yəni yuvarlaqlaşdırılmış rəqəm dostlar 20-25 min Azərbaycan manatıdır. Bu biraz daha aşağı və yaxud da biraz daha yüksək ola bilər, amma hal-hazırki vəziyyətə görə deyə bilərəm ki, 20 min Azərbaycan manatından aşağı başa gəlmir. Bu vəsait siz Azərbaycandan çıxana qədər lazım olacaq vəsaitdir. Yəni bunun içində sizin əməkdaşlıq elədiyiniz şirkətin əmək haqqı, oxuyacağınız universitetin yarım illik semestr haqqı və digər rüsumlar daxildir. İcazə verin sizin üçün daha detallı məlumat verim. Deməli bu vəsaitin içində, məbləğin içində siz nələrə pul xərcləyəcəksiniz? Detallı şəkildə sizin üçün yazmışam. 2 nəfər üçün hesablanmış qiymətlərdir. Diqqət edin. Viza rüsumları 725 manat, medikal xərcləri 660 manat, pasport göndərəcəksiniz. Hansı ki Ankara'ya gedir, orada viza möhrü falan vurulur, qayıdır. Onun üçün 430 manat. Universitet müraciəti haqqları, yəni hər universitet üçün müəyyən bir qiymət var, hansı ki siz ora müraciət edirsiniz, sənədinizi verirsiniz. Bunun özü də pul tələb eləyir, yəni 100-150 dollar arası. Daha sonra bank əməliyyatları olacaq, hansı ki işlədiyiniz işdəki son 6 ay ərzində aldığınız bank giriş çıxışlarını nəzarət edən sənəd 10 manat. Biletlər isə təxminən 3000-3200 manat arasında dəyişir. Əlavə 3 bagajla bir yerdə. Sənəd tərcümələrinə də təxmini 200-220 manat pulunuz çıxacaq. Kanadaya gəldikdən sonraki xərclərinizlə bağlı olan videonu isə gələcək videoda paylaşmaq istəyirəm. Orada isə Kanadaya gəldikdən sonra hara nə qədər pulunuz çıxacaq, nəyin qiyməti nə qədərdir, onları sizinlə bölüşmək istəyirəm. Ona görə də bu videoya maksimum like ataq, paylaşaq. Yəni maraqlı olan sizə sualları aşağıdan rəy bölməsində yazırsınız. Mən də sizin üçün gələcək bölümdə çəkirəm. Təşəkkür edirəm.